Salam əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun. Bugün həftə ərzində baş verən əsas xəbərləri diqqətinizə çatdırmaq üçün studiyada Vüsalə İbrahimlidir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-sində Macarıstanda işgüzar səfərdə olub. Paytaxt Budapeştin Ferenc Liszt adına beynəlxalq hava limanında dövlət başçımızın şərəfinə fəxri qaravul dəstəsi düzülüb. Azərbaycan prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşılayıblar. Bu həftə Bakıda mini futbol üzrə dünya çempionatına start verilib. Yarışın açılış mərasimi 21 may tarixində baş tutub. Milli Gimnastika Arenasında keçirilən açılış mərasimində Azərbaycan milli sənəti ilə müşayiət olunan musiqili şou nümayiş etdirilib. Tədbirdə Türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın xalq artisti Aygün Kazımova çıxış edib. Mərasimdən sonra Azərbaycan yığması Bəhreyn ilə görüşüb. Xalq artisti Röya Ayxan Fransada keçirilən Cannes Film Festivalında iştirak edib. Estrada ulduzu ağ və qara rəngli libası ilə qırmızı xalda addımlayaraq diqqət mərkəzinə düşüb. Sənətçi, stilist Anar Ağakişiyevlə birlikdə kameralar qarşısına keçib. Tədbir çərçivəsində Röya Ayxan müasir Azərbaycan musiqisinə verdiyi töhfələrə görə Azərbaycan musiqisinin mədəniyyət səfiri mükafatı ilə təltif olunub. Davam edirik. Bakıda bir nəfər 9 ədəd qaşıq udub. 0100 radələrində 3 saylı şəhər klinik xəstəxanasına təcili tibbi yardım üçün müraciət daxil olub. İlkin məlumata görə bir nəfərin bir neçə metal qaşığı udduğu bildirilib. Lakin sözü gedən xəstə bir neçə tibbi müəssisə tərəfindən qəbul edilməyib. Nəhayət Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub. Məlumata görə xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb. Hazırda pasiyentin vəziyyəti stabildir və reanimasiya şöbəsində nəzarətdə saxlanılır. Bu il Qurban Bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6-sı və 7-si Qurban Bayramı günləri kimi müəyyən edilib. Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 9 iyun qeyri-iş günü olacaq. Beləliklə 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban Bayramında ardıcıl 4 gün 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.